DNT nuklein turşusu. DNT nuklein turşusunda bilirik ki DNT molekulu komplementarlıq prinsipi əsasında, yəni DNT molekulu əmələ gəlir. Molekul dedikdə mütləq şəkildə iki zəncir olmalıdır. Amma DNT zənciri dedikdə yalnız bax məsəl üçün bu zənciri misal göstərə bilərik. Təbii ki, DNT molekulunda urasil əvəzinə timin olur. Zəncir bu şəkildədir. Molekulda isə iki zəncir qarşı-qarşıyadır. DNT molekulunda və yaxud da DNT zəncirinin əmələ gəlməsi necə baş verir? Bu şəkilə diqqət yetirsək, bir DNT molekulunun karbohidratı ilə, yəni bax bu nukleotidin karbohidratı P karbohidratı, digər nukleotidin, burada yəni timin işarə eləsək, digər nukleotidin fosfat turşusu qalığı ilə birləşmə əmələ gətirir. Yenə təkrar deyirəm, DNT-də bir zəncirin əmələ gəlməsi üçün bir nukleotidin karbohidratı, bax bu hissəsi, yəni karbohidratı digər nukleotidin fosfatı ilə birləşir və bu birləşmə kovalent rabitə hesabına baş verir və bu zaman n-1 qədər su ayrılır. Və zəncirdə nə qədər karbohidrat varsa, məsəl üçün zəncirdə 10 ədəd karbohidrat var. Bu zaman 9 ədəd su əmələ gəlir. Hər dəfə birləşmə zamanı 1 ədəd su molekulu ayrılır. Zəncirin əmələ gəlməsi mütləq şəkildə bilməliyik ki, yəni bir nukleotidin karbohidratı ilə digər nukleotidin fosfat turşusu qalığı ilə kovalent rabitə sayəsində birləşmə əmələ gətirir. Molekul dedikdə isə hidrogen rabitəsi hesabınadır və DNT molekulunda komplementarlıq prinsipinə əsasən biz bilirik ki, adenin nukleotidinin sayı timin nukleotidinin sayına bərabərdir. Guanin nukleotidinin sayı sitozin nukleotidinin sayına bərabərdir və yaxud da sitozinin sayı guaninin sayına bərabərdir, timinin sayı adenin nukleotidinin sayına bərabərdir. Yenə təkrar deyirəm ki, hidrogen rabitələrinin sayını tapmaq üçün molekulda olan ümumi nukleotidlərin sayına ya sitozin və yaxud da guanin nukleotidini gəlmiş olarıq. Və yaxud da başqa cür hidrogen rabitəsi bərabərdir 2 dənə adenin üstə gələ 3 sitozin nukleotidinə. Bu cür düsturlardan istifadə edərək biz hidrogen rabitəsini saymış olarıq. Hidrogen rabitəsi adenin və timin nukleotidi arasında 2 ədəd 2 qat hidrogen rabitəsi əmələ gətirir. Yəni, bax, şəkilə diqqət yetirsək, adenin və timin nukleotidi arasında 2 ədəd hidrogen rabitəsi var. Həmin bu 2 ədəd hidrogen rabitəsi 2 qat hidrogen rabitəsini əmələ gətirir. Yəni, bizə məsələ şərtində adenin bərabərdir timinə. Neçə nukleotid görürük burada? 2 nukleotid. 2 nukleotid birləşərək, qat olaraq desə, 2 hidrogen rabitəsi birləşərək 1 ədəd 2 qat hidrogen rabitəsi əmələ gətirir. Məsəl üçün, adenin nukleotidi 10 ədəd verilib, timin də 10 ədəddirsə, 20 nukleotid birləşdikdə neçə ədəd 2 qat hidrogen rabitəsi əmələ gətirər? 10 ədəd. 10 ədəd adenin varsa, bu o deməkdir ki, 10 ədəd 2 qat hidrogen rabitələrinin sayını göstərir. Daha sonra əlavə deyim ki, məsəl üçün, sitozin və guanin arasında biz bilirdik ki, 3 qat hidrogen rabitələri var. Və sitozin və guanin nukleotidlər 2 ədəd nukleotid arasında 3 ədəd hidrogen rabitəsi var. 1, 2, 3. 3 ədəd hidrogen rabitəsi. Həmin bu 3 ədəd hidrogen rabitəsi birləşərək 1 ədəd 3 qat hidrogen rabitəsini əmələ gətirir. Yəni, 1 ədəd 3 qat hidrogen rabitəsini əmələ gətirir. Məsələ şərtində bəzən olur ki, bizə belə verilir. Məsəl üçün, molekulda deyilir ki, 300 nukleotid, sitozin nukleotidi vardır. Burada 3 qat hidrogen rabitələrin sayı nə qədər olar? Elə məhz 300 olar. 300 sitozin varsa və yaxud 300 guanin varsa, elə 3 qat hidrogen rabitələrin sayına bərabərdir. Və yaxud da başqa cür məsələ şərtində verə bilər ki, hidrogen DNT molekulunda 400 ədəd 3 qat hidrogen rabitələri var. 3 qat. 400 ədəd 3 qat hidrogen rabitəsi var. Bu o deməkdir ki, molekulda 400 ədəd sitozin, molekulda 400 ədəd guanin nukleotidləri var. Bunlar məsələ şərtlərində inşallah daha yaxşı aydın sizə başa düşəcəksiniz. Gəlin indi komplementarlıq prinsipi əsasında DNT molekulunda 4 rabitə əmələ gətirən, 3 rabitə əmələ gətirən, 5 rabitə əmələ gətirən biz nukleotidləri bilməliyik.
4 rabitə əmələ gətirən, yadınızda qalsın, DNT molekulunda adenin və timin, guanin və sitozin nukleotidləridir. Yəni, məsələ şərtində deyə bilər ki, 4 rabitə əmələ gələn nukleotidlər. Deməli, bu o deməkdir ki, adenin və timin, guanin və sitozin. Nə zaman adenin və timin 4 rabitə əmələ gətirir? Əgər adenin və timin nukleotidi, bax bu zəncirin ortasında olarsa, 4 rabitə əmələ gətirir. 2 rabitə öz aralarında hidrogen rabitəsi, 1 rabitə isə bax bu xətti görürsünüzmü? Həmin bu kovalent rabitədir. Karbohidratlar birləşən kovalent rabitə. 2 ədəd isə nədir? Kovalent rabitə əmələ gətirir. Deməli, adenin və timin nukleotidləri zəncirin ortasında gələrsə, 4 ədəd rabitə əmələ gətirir. Bu 4 rabitənin 2 rabitəsi hidrogen rabitəsi, 2 ədədi isə kovalent rabitə hesab olunur. Guanin və sitozin nukleotidi isə 4 rabitə əmələ gətirən zaman zəncirin ya əvvəlində ola bilər, böyle, ya da sonunda ola bilər. İndi burada zəncirin əvvəlində adeninlə timindir, amma zəncirin nədir? Əvvəlində də ola bilər. Deməli, guanin və sitozin nukleotidləri zəncirin əvvəlində və sonunda gəldikdə 4 ədəd rabitə əmələ gətirir. Bu 4 ədəd rabitə 3 ədədi oldu hidrogen rabitələri, 1 ədəd isə kovalent rabitəsini deyə bilərik. Daha sonra məsələ şərtində 3 rabitə əmələ gətirən nukleotidlər. 3 rabitə əmələ gətirən yalnız adenin və timin nukleotidləridir. Bunlar nə zaman baş verir? Zəncirin əvvəlində və yaxud da sonunda adenin və timin nukleotidləri zəncirin əvvəlində və yaxud sonunda əmələ gələrsə, yəni yerləşərsə, 3 rabitə əmələ gətirmiş olur. Bu 3 rabitənin yenə 2 rabitə hidrogen rabitəsidir, 1 rabitə isə kovalent rabitə. 5 rabitə əmələ gətirən isə yalnız yenə sitozin və guanin nukleotididir ki, bu nə zaman baş verir? Bax, bu hissədə olduğu kimi zəncirin ortasında sitozin və guanin nukleotidi gələrsə, bu zaman 5 rabitə əmələ gətirir. 3 rabitə hidrogen rabitəsi, digər 2 rabitə isə kovalent rabitəsi hesab olunur. Mütləq şəkildə bunlar bizə vacibdir. Yenə təkrar deyirəm, 4 rabitə əmələ gətirən adenin və timin nukleotidi zəncirin ortasında gələrsə 4 rabitə əmələ gətirir. Guanin və sitozin nukleotidi zəncirin əvvəlində və yaxud da sonunda gələrsə 4 rabitə əmələ gətirir. Daha sonra adenin və timin nukleotidi zəncirin əvvəlində və yaxud da sonunda gələrsə 3 rabitə əmələ gətirir. Təkrar deyirəm, sitozin və guanin nukleotidi isə 5 rabitə o zaman gətirir ki, zəncirin mütləq şəkildə ortasında yerləşsin. Bir də zəncirdə DNT molekulunda, zəncirdə yox, əsasən DNT molekulunda bir nukleotid neçə növ nukleotidlə birləşmə əmələ gətirir? Minimum soruşula bilər, maksimum. Məsəl üçün, bir nukleotid dedikdə adenin nukleotidi nə zaman bir növ nukleotidlə birləşmə əmələ gətirir? Yadınızda qalsın, zəncirin ortası əvvəlində və yaxud da sonunda nukleotid bir növ nukleotidlə birləşmə əmələ gətirir. Məsəl üçün, adenin zəncirin əvvəlində yalnız timin ilə birləşmə əmələ gətirir. Guanin zəncirin sonunda yalnız sitozinlə birləşmə əmələ gətirə bilər. Yəni, zəncirin əvvəlində və sonunda bir nukleotid minimum bir növ nukleotidlə birləşmə əmələ gətirir. Bir növ. Lakin zəncirin ortasında və sonunda, yox, üzr istəyirəm, yalnız ortasında yerləşərsə, DNT molekulunda bir nukleotid, məsəl üçün sitozin nukleotidini götürsək, 3 növ nukleotidlə birləşmə əmələ gətirir. Biri özündən əvvəlki, biri özünün qarşısında, biri özündən əvvəlki, məsəl üçün adenin, digəri isə özündən sonraki. Neçə növ oldu? 3 növ nukleotidlə birləşmə əmələ gətirir. Yenə təkrar deyirəm, DNT molekulunda bir nukleotid maksimum 3 növ nukleotidlə birləşmə əmələ gətirir. 1, 2, 3. 3 növ nukleotid. Nə zaman? Zəncirin ortasında. Bir növ nukleotid isə o zaman əmələ gətirir ki, zəncirin ya əvvəlində olmalıdır, ya sonunda. Yəni, məsəl üçün, guanin nukleotidi zəncirin sonundadırsa, yalnız özündən qarşıdakı sitozin nukleotidi ilə birləşmə əmələ gətirir.
Əlavə də DNT molekulunda yenə deyirəm, zəncirdə suyun ayrılması nə qədər idi? Hər bir zəncirdə birləşmə zamanı n-1 qədər su ayrılır. n-1 qədər su molekulda soruşsa n-2 ədəd. Bu nə deməkdir? Yəni DNT molekulunda məsəl üçün 400 nukleotit varsa, bu zaman nə qədər su ayrılar? Molekulda dedikdə 398 molekul su ayrılır, mol su ayrılır. Və yaxud da zəncirdə desə, bu 400 DNT molekulundadırsa, bunun 200-ü bir zəncir əmələ gətirir, 200-ü digər zəncir əmələ gətirir. Zəncirdə desə 200-dən n-1, yəni 199 mol su ayrılmış olar. Və nukleotidlərin sayını DNT molekulunda necə hesablayırıq? Bütün nukleotidləri hesablaya bilərik. Bir dəqiqə. DNT molekulunda n bərabərdir. Adenin üstə gələk timin, üstə gələk sitozin, üstə gələk guanin nukleotidləri. DNT molekulunda bu nukleotidlərin sayı bir-birinə bərabər də ola bilər, fərqli də ola bilər. Və yaxud da necədir? DNT molekulunda nukleotidlərin sayını tapmaq üçün bir başqa düsturda sizə deyim. Nukleotid bərabərdir 2 adenin üstə gələk 2 guanin nukleotidi. Və yaxud da bunu yerində necə yaza bilərik? 2 timin üzərinə gələrik 2 dənə sitozin nukleotidini. DNT molekulunda nukleotidlərin say nisbəti həmişə necə ola bilər? Yəni komplementarlıq prinsipinə əsasən adenin bölək timinə, bu bərabərdir guanin bölünsün sitozinə. Bunların sayı həmişə 1-ə bərabər olar. Və yaxud da başqa cür necə deyə bilərik? Guanin nukleotidlərinin cəmi üzərinə gələrək adenin nukleotidini, adenin timin nukleotidinin üzərinə gəlirik sitozin, bunların cəmi 1-ə bərabərdir. Bu nə deməkdir? Yerləri dəyişik də yaza bilər. Yəni DNT molekulunda məsəl üçün 20 adenin varsa, deməli DNT molekulunda 20 timin nukleotidi var. Və nukleotidlərin sayını verir özü bizə. Sitozin 30 ədəddirsə DNT molekulunda, guanin nukleotidi də 30-a bərabərdir. Bu zaman bunların nisbəti 1-ə bərabərdir. Yəni məsələ şərtində, məsəl üçün mən dedim ki, bayaq necə yazdıq? Adenin üstə gələk guanin bölünsün timin üstə gələk sitozinə. Və yaxud da başqa cür yerlərini də dəyişik yaza bilərik. Necə yaza bilərik? Timin üstə gələk sitozin. Yəni 20 üstə gələk 30, timin üstə gələk sitozin, bölünsün adenin üstə gələk guanin. 20 üstə gələk 30. Hər ikisi 50 edər. Bunların böldükdə nisbət 1-ə bərabərdir. Yəni DNT molekulunda bunların nisbəti 1-ə bərabər olmalıdır. Ölçücə də təkrar deyirəm, adenin nukleotidinin ölçüsü guanin nukleotidinin ölçüsünə bərabərdir. Timin nukleotidinin ölçüsü isə sitozin nukleotidinin ölçüsünə bərabərdir. DNT-nin ikiləşməsi haqqında məlumat verməliyəm. Yadınızda qalsın, DNT-nin ikiləşməsi, hüceyrənin bölünməsi zamanı, yəni bu ikiləşməni göstərir. DNT-nin ikiləşməsi nə zaman baş verir? Interfaza mərhələsində və yaxud da DNT-nin bu reduplikasiyası adlanır ki, yəni DNT-nin ikiləşməsi. Və bu DNT-nin ikiləşməsi helikaza fermentinin nəticəsində DNT-də hidrogen rabitələri qırılır. Yəni DNT molekulunda helikaza fermenti təsir edərək şəkildə də görsəndiyi kimi nə edir? Hidrogen rabitələri qırılır. Bu necə baş verir? Bax, başlanğıc belə bir şəkil göstərmək istəyirəm sizə. DNT molekulunda məsəl üçün 2 zəncirdən ibarətdir, düzdürmü? Və bu zəncirlər helikaza fermentinin təsirində qırılaraq kənarda 2 ədəd yenidən zəncir yaranır. Bunlar köhnə zəncirdir, lakin bunların qarşısında yeni bir zəncir yaranır ki, həmin bunlar yeni zəncir hesab olunur. Köhnə zəncirlər 1, 2, 3, 4 ədəd köhnə zəncirdir. Bunlardan yaranan 2 ədəd yeni zəncirdir. Həmən bunlar DNT-nin reduplikasiyası və yaxud da DNT-nin ikiləşməsi